Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nəfsi bitəqvallah. Əziz möminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəala bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Keçən cümələrdən əziz Peyğəmbərimizin mübarək dodaqlarından çıxmış bir hədisi oxuyurduq ki, axirət zaman, qiyamətin əlamətlərini Həzrət Peyğəmbər Əkrəm sayırdı. Bir neçəsini oxumuşduq. Vaxtımız da çox məhduddur. Birinci xütbədə çox vaxt götürdü. Müəyyən qədər oxuyarıq. İnşallah nəsib olar gələn cümələrdə davamını oxuyarıq. Ki, Həzrət Peyğəmbər Əkrəm buyurdu ki, ya Səlman, axirət zamanda bir vaxt gələcək və yəkunul kizbu turəfa. Həmin vaxtda yalanı incə, zərif bir iş kimi hesab edəcəklər. Yalan bəyənilən bir iş kimi olacaq cəmiyyətdə. Bir nəfər yaxşı yalan danışa bilirsə, özü də öyünür, çox təəssüflər olsun. Onu da tərifləyirlər, deyirlər ki, yox, bacarır. Nəyi bacarır? Çox pis bir işi bacarır da. Adam da özünü elə başa düşür ki, bu siyasətçi adamdır. Yox, siyasət budur ki, insan yalan danışa. Yalan o qədər murdar bir haldır insan həyatında ki, buyurur ki, bəndənin ağzından bir kələmə yalan çıxanda ərşin mələkləri deyir ki, Allah, səmanın üstün qapat, üfunətdən bizim dözümümüz qalmadı. Yəni, mənəvi halı yalanın budur. Amma Həzrət Peyğəmbər Əkrəm buyurur ki, yox, bir zaman gələcək ki, yalan olacaq yaxşı bir şey, bəyənilən bir şey, zərif bir şey. Bu günləri bu işlə o qədər profesional şəkildə məşğul olanlar var və xüsusilə bunu istifadə edirlər dinin əzəmətin, dinin ayinlərini aradan aparmaq üçün. 1400 illik müsəlmanların əqidələrinə gəlib yalandan elə şübhələr atırlar, elə yalanlar uydururlar, elə yalanlar düzəldirlər ki, insanlar şübhəyə düşür. Və xüsusi incəliklə bu məsələdən istifadə edirlər. Görürsən, bəzi hallarda hardasa məntiqə söykənən bir sözlər deyirlər. Biri deyir ki, xüsusi özdə pafosla deyir bu cümləni, Hüseyin din deyil. Məsələ, əzizlən, bilirsiniz nədir? Mən sual verəm ki, Hüseyin əleyhissalam din deyil, o zaman din nədir? Din nədən ibarətdir ki? Sənin düşündüyün o mənəviyyatsız din ki var ha, din yəni sən düşünürsən ki, ancaq namaz, oruc, zəkat, həc, cihad, o əməlləri yerinə yetirən Allah hüccəti əlimizdən tutmayanda, onlar bizi aparıb baş kəsən edir. Dinin mənəviyyatını çəkirsən, ancaq insanlara əhkam tətbiq edirsən. O əhkamı da bəzisi səhv başa düşür, elə bilir ki, elə adam kim xoşuna gəlməsə, kim məni kimi namaz qılmasa, kim məni kimi inanmasa, başını kəsə bilər. Sən xüsusi yalanla dəhşətli bir xaos cəmiyyətə gətirirsən. Allah cinnilərdən bir məxluq yaradıb, cinnilərdən biridir. Hamınız da tanıyırsınız onu, hamımız tanıyırıq onu. Hamımız da yoldaşlıq eləmişik ona. Adı İblisdir. Cinnilərdən də iblis. Mələk ki deyil, biz adətən onu mələk bilirik. Sadəcə o qədər gözəl ibadət eləyirdi. Mələklər xahiş elədilər ki, Allah, bu heyif deyə cinnilərin arasında qalıb. Bunu qaldır mələkut aləminə. Allah qaldırdı iblisi. 6000 ildən çox deyirlər ibadət olub. Hətta deyirlər 6000 il mümkündür, axirət illəri ilə hesab olunsun ki, axirətin bir ili dünyanın 1000 ilindən də artıqdır. Hesab ediyorsun nə qədər ibadəti var bunun. Sən dediyin din əgər namazdır, orucdur, zikirdir, iblis bunların hamısını eləyirdi. Amma Allah bir dəfə dedi ki, mənim hüccətimə səcdə elə
mənim hüccətimə bağlan, ona məhəbbət göstər. İblis bunu etmədi, Allah qovdu onu. İndi sən gəldi ki, din namazdır. Mən də deyirəm ki, əgər din namazdırsa, din orucdursa, bəs onda iblis niyə dinsiz oldu? İblis buna görə dinsiz oldu ki, Allah hüccətini qəbul eləmədi. İndi başa düşürsən ki, elə dinin əsası, özəyi, məqsədi elə Allah hüccətidir. Peyğəmbərlərdir, imamlardır. Bularsız din yoxdur. Sən bunları götürsən dindən, bir dənə xaos olacaq. Kim necə istəyəcək, o cür Quranı başa düşəcək, o cür də ibadət edəcək. Sən bu dinlə danışırsan. Peyğəmbər Əkrəm Qədr Xumda Əli ibn Əbi Talib əleyhissalamın vilayətini elan elədi. Ayə gəldi, Əl-yevm əkməltu ləkum dinəkum. Bugün biz sizin dinimizi kamil elədik. Nə ilə Allah kamil elədi vilayətlə, imamətlə? Din bununla kamil oldu. İndi sən deyirsən ki, Hüseyin din deyil. İmam Hüseyin əleyhissalam dinin özüdür, əslidir, köküdür, mənbəyidir. O namaz, o oruc, o həc, o zikr, onu Peyğəmbərlər gələcək bizə öyrədəcək. İmamlar gələcək bizə öyrədəcək. Və bəzi hallarda deyəcək ki, həcc mərasimidir. İmam Hüseyin əleyhissalam deyəcək, saxlayın həcci. Bundan da mötəbər işimiz var bizim. Biz getməliyik Allah yolunda can verməyə. Orada qalanlar dindar oldular. İmam Hüseyin əleyhissalamdan gələnlər dindar oldular. Gələnlər oldular 72 şühada, bəşərin üstünləri. İndi bax gör, ibadət yerinə yetirən dində olub dindar olur, yoxsa Allah hüccətinə tabi olan dindar olub dinin içində yaşayır. İmam bəzən ola bilər ki, gəlsin mənə desin ki, bu dəqiqə sənə namaz vacib deyil. Saxla namazı. Ged orada daş daşı. Din budur. Mən orada qəbul eləməliyəm ki, mənim vəzifəm bugün daş daşımalıdır. İmam mənə deyir ki, bugün namaz qılın. Namazı indi saxla, 2 saat sonra qılarsan. İndi bu daşları daşı. Mənim vəzifəm budur. Yəni, din budur. Yəni, İmam Hüseyin əleyhissalam dinin özüdür, əslidir, özəyidir. İnşallah ki, bu hədisin davamını Allah nəsib eləyər. Gələn cümlələrdə qismət olarsa, bir yerdə sizlərlə bölüşərik. Allah and verək izzətinə, cəlalına, əzəmətinə, Allah mütəal bizləri dini doğru, dürüst dərk edib, başa düşüb ona əməl eləyənlərdən qərar versin inşallah.